Hər kəsə salam. Bugün birlikdə deməli ani dəyişikliyin kodunu qırmağa çalışacağıq. Yəni riyaziyyatın ən güclü alətlərindən biri olan törəmənin sirrini açacağıq. Hazırsınız? Onda gəlin başlayaq. Deməli, hər şey çox sadə görünən, amma əslində çox dərin bir sualdan başlayır. Gəlin belə təsəvvür edək, bir avtomobil hərəkətdədir. İndi biz onun orta sürətini hesablaya bilərik. Bu asandır. Amma məsələ bundadır ki, tək bir anda, məhz o an nə baş verir? Bax, bu sual var ha, bütün riyazi analizin, yəni hesablamanın yaranmasına səbəb olan əsas sual məhz budur. Heç düşünmüsünüz, maşının spidometrindəki o rəqəm əslində nəyi göstərir? Hə, bu sualın cavabı isə bizi birbaşa törəməyə gətirib çıxarır. Yaxşı, gəlin bu məsələyə addım-addım yanaşaq da. Məsələn, biz iki fərqli zaman anı götürə bilərik və bu aralıqdakı orta sürəti çox asanlıqla tapa bilərik. Qrafikə baxanda bu, sadəcə o iki nöqtəni birləşdirən düz xəttin, yəni kəsən xəttin meylidir. Bu, bizim ilk ipucumuzdur. Amma unutmayaq, bu hələ axtardığımız dəqiq cavab deyil. Hə, çünki orta sürət, bilirsiniz, bütün hekayəni danışmır. Məsələn, deyək ki, 1 saatlıq yolda sizin orta sürətiniz saatda 60 kilometr olub. Amma bu o demək deyil ki, siz hər an 60-la getmisiniz. Elə deyil, bəzən daha sürətli, bəzən daha yavaş olmusunuz. Dəqiq o anı tapmaq üçün bizə daha güclü bir alət lazımdır. Və bax, bu məqamda da səhnəyə riyaziyyatın xüsusi bir aləti çıxır. Sanki bizim detektivimizin bu sirri açmaq üçün istifadə edəcəyi bir ipucu, limit anlayışı. Limiti bilirsiniz, bir növ riyazi böyüdücü şüşə kimi təsəvvür edə bilərsiniz. O, bizə imkan verir ki, bir nöqtəyə sonsuz dərəcədə yaxından baxaq. Sanki zamanı dondururuq və məhz həmin anın özünü təhlil edirik. İndi gəlin baxaq, bu proses necə işləyir. Deməli, qrafikimizdəki iki nöqtədən birini o birinə yavaş-yavaş yaxınlaşdırmağa başlayırıq. Və hər dəfə onları biraz da yaxınlaşdıranda, hesabladığımız o orta sürət həqiqi ani sürətə biraz da yaxınlaşır, daha dəqiq olur. Bəs yaxşı, bu prosesi sonsuz davam etdirsək necə? Yəni nöqtələr arasındakı məsafə demək olar ki, sıfıra bərabər olsa, onda nə baş verər? Artıq sirrin açılmasına demək olar ki, heç nə qalmayıb. Bütün bu ipucularını birləşdirib, nihayət cavabı tapmağın vaxtı gəlib çatdı. İndi təsvirə bir dənə diqqətlə fikir verin. O iki nöqtə arasındakı məsafə, yəni o delta x, sıfıra yaxınlaşdıqca kəsən xəttin bir nöqtə ətrafında necə fırlandığını görürsünüz. Bax, sirrin açarı məhz elə buradadır. Və budur, o məşhur aha anı. Deməli, o kəsən xətt tam limit anında qrafika sadəcə bir nöqtədə toxunan xəttə, yəni toxunana çevrilir. Bax, məhz həmin toxunanın meyli, onun bucaq əmsalı var ha, o bizim axtardığımız ani dəyişmə sürətidir. Bu da elə törəmənin həndəsi mənasıdır. Riyaziyyatçılar da təbii ki, bu möhtəşəm ideyanı çox zərif bir düsturla ifadə ediblər. Ekranda gördüyünüz bu ifadə törəmənin rəsmi tərifidir. Və bu düstur əslində bizə universal bir alət verir. Onunla istənilən funksiyanın, istənilən nöqtədəki dəyişmə sürətini, yəni toxunanın meylini dəqiqlik ilə hesablamaq olur. Yaxşı, artıq törəmənin nə olduğunu başa düşdük. Amma indi gəlin etiraf edək. Hər dəfə o uzun limit düsturunu hesablamaq biraz yorucudur. Xoşbəxtlikdən işimizi asanlaşdıran qaydalar, yəni bizim detektivlərimizin xüsusi alətlər dəsti var. Bu alətlər dəstindəki ilk və bəlkə də ən çox istifadə edəcəyimiz qayda qüvvət qaydasıdır. Bu, x-in qüvvətləri, yəni x kvadratı, x kubu kimi funksiyaların törəməsini tapmaq üçün əsl qısa yoldur. Cədvələ bir nəzər salaq. Baxın, x kvadratının törəməsi olur 2x, x kubunun törəməsi isə olur 3x kvadratı. Ümumi qayda isə həddindən artıq sadədir. Qüvvəti endirirsən əmsal kimi qabağa, sonra da qüvvətin özündən bir çıxırsan. Bu qədər bəsit, çox sadə və super effektivdir. Yaxşı, bəs funksiyalar daha mürəkkəb olanda, məsələn, onları toplayanda, bir-birinə vuranda və ya böləndə nə etməliyik? Təbii ki, bunun üçün də xüsusi qaydalarımız var. Məsələn, cəm qaydası çox sadədir. Funksiyaların cəminin törəməsini tapmaq üçün sadəcə onların törəmələrini ayrı-ayrılıqda tapıb toplayırsan. Hasil və nisbət qaydaları ilk baxışdan biraz mürəkkəb görünsə də, əslində onların da məqsədi eynidir. Daha çətin məsələləri sadə, idarə olunan hissələrə ayırmaq. Və nəhayət, alət dəstimizin bəlkə də ən güclü aləti, zəncirvari qayda.
Bəs bu nə vaxt lazım olur? Bu, bir funksiyanın digərinin içində olduğu, yəni mürəkkəb funksiyalar üçün əsas açardır. Sanki bir matryoşka kuklasının içini açırsınız. Əvvəlcə çöldəki böyük kuklanın, yəni xarici funksiyanın törəməsini tapırsınız, sonra da onu içəridəki funksiyanın törəməsinə vurursunuz. Beləliklə, bütün bu alətləri əldə etdikdən sonra biz əslində nə etmiş olduq? Biz sadəcə olaraq dəyişikliyin dilini oxumağı öyrəndik. Və bütün bu qaydaların yekun nəticəsi də bax bu cədvəldir. Bu, amma sadəcə bir düsturlar siyahısı deyil. Bu, dəyişikliyi anlamaq üçün bizim şəxsi kod kitabçamızdır. Artıq fərqi yoxdur. İstər sinus funksiyası olsun, istər loqaritmik funksiya, biz onların istənilən bir nöqtədə necə dəyişdiyini anında deyə bilərik. Yaxşı, onda gəlin bir də yekunlaşdıraq. Axı, nədir bu törəmə? Deməli, həlledici məqam budur ki, törəmə əslində eyni anda bir neçə şeydir. O, bir qrafikin tək bir nöqtədəki meylidir. O, ani dəyişmə sürətinin özüdür və bəlkə də ən əsası o özü də yeni bir funksiyadır, hansı ki bizə orijinal funksiyanın dəyişmə hekayəsini danışır. Artıq törəmənin nə olduğunu və necə işlədiyini bilirsiniz. Amma unutmayın, bu sadəcə riyaziyyat deyil. Bu, fizikadan tutmuş iqtisadiyyata, mühəndislikdən biologiyaya qədər ətrafımızdakı dünyanı anlamaq üçün bir açardır. İndi bu güclü alətlə daha hansı yeni sirləri aşacağımız isə məncə artıq bizim öz təxəyyülümüzə bağlıdır.